Deməli, uşaqlar, davam edək ədəbiyyat sualından 8-ci sinifin. Deyir, Axundzadənin Nurəddin əsərinə əsasən verilmiş səbəb-nəticə münasibətinə görə uyğunsuzluğu müəyyəndir. Səbəb verilib nəticə. Deyir, Gülpəri qəyyum olmaq və var dövlətə sahib çıxmaq istəyirdi. Nəticədə Hacı Nəsrinin ölümündən sonra Nurəddinə mehriban davranmağa başladı. Bəli, bu doğru fikirdir. Deyir, Nurəddin Cənnətəliyə kömək etmək istədi. Nəticədə Cənnətəli bağban oldu. Aha, doğrudur. Deyir, Əmiraslan Nurəddini öldürmək istədi. Nurəddin meşəyə qaçdı. Bəli, onun əlindən qaçır meşəyə. Sonra isə gəlir həmin o dilənməyə, Cənnətəli ilə görüşməyə və s. Deyir, Rəhim Nurəddini oğulluğa götürmək istəyir. Nəticədə Rəhim Nurəddinə kömək etdi. Rəhim Nurəddinə kömək etməsi onu oğulluğa götürmək istəməyi deyildi səbəb. Atasının ona vaxtilə yaxşılıq etməyi idi. Ona görə cavab olardı. Deyir, hansı əsərdə insanın ictimai varlıq kimi təsvirinə aid deyil, aid olmayan. Şəxsiyyət ictimai varlıqdır, davranışdır, maraqdır, işi gündəlik fəaliyyətdir, bu ictimai varlıqdır. Amma fiziki görünüşün detal təsviri bu ictimai varlıq deyil. Deyir, mövzu baxımdan aşağıdakı əsərlərdən biri fərqlidir. Gəlin əvvəlcə birinci xanıya baxaq, sonra ikinci. Vətən sevgisi. Bəli, sonuncu güllədə vətən sevgisi var. Odlu qılıncda da eyni zaman, Azadda da, Cənubi Azərbaycan mövzusundadır. Bəxtiyar Vahabzadənin Vətəndaş şeirində də vətən mövzusuna toxunulub. Azərbaycanda bu birinci xana doğrudur. Keçək. Süleyman Saynaxunov Nurəddində bəli uşaq taleyindən danışır. Yəni Nurəddin həyatından. Baharda onu kimi. Elçin Hüseynbəlinin Nəvə əsərində də uşaq taleyi var. Qızıl Gönçələrdə də. Amma Bayram Həsənovun İki bala əsərində uşaq taleyindən danışılmır. Cavab olar A. Bizə deyir ki, 11-12-ci əsrlərə Azərbaycan ədəbiyyatının intibah dövrü kimi səciyyələnməsinə əsas verən amillər. Əsərlərin sadəcə hökmdarın məhdinə həsr olması təkcə intibah dövründə əsərlər hökmdarların məhd eləmirdi. Bu bir yanlış fikirdir. Xalqın milli mənəvi varlığını yüksək sənətkarlıqla təsviri, bəli, bu doğrudur. Humanizm, ədalət, böyük sevgi kimi idealların geniş tərənnüm edilməsi doğrudur. Əsərlərin yalnız fars dilində yazılması xeyr, ərəb dilində də yazılırdı bu dövrdə. 4 yanlışdır. Epik mənzum ədəbiyyatın güclü inkişaf və mövzu genişliyi ilə, bəli, bunu götürmək olar. Ədəbi fəaliyyətin saray ilə məhdudlaşması xeyr. Adi məsələn Nizami Gəncəvini misal çəkmək olar ki, düzdür, o poemalarını saray ədəbiyyatının, yəni hökmdarlarına həsr edib, amma o sarayda heç vaxt yaşamayıb. Yəni sarayda yaşamaq üstün görməyibdir. Doğru fikir olar 2, 3 və 5. Cavab olar C variantı. Keçən 17-yə. Deyir, söz qəzəndə hansı beyt danışmaq gümüşdürsə, susmaq qızıldır deyiminə uyğun gələ bilər. Xalq ağzının sirrini hərdəm qılır isar söz. Buna sirdir kim olur, hər ləhsə yoxdan var söz yox. Ver sözə ehya tutduqca səni xab əcəl. Deyir ki, yəni səni ölüm əcəl tutanda deyir, o həm sənin sözünü xatırlasınlar. Bu belə bir məna. Bir nigarı ənbərən xəttir könüllər almağa göstərər hərdən niqabı qeybdən rüsxar söz yox. Xazini gəncin sarı yox. Baxa, deyir, gəl çox istərsən Füzuli, izzətin az et sözü. Kim çox olmaqdan qılıbdır, çox əzizi xar sözü. Yəni, mənası o mənəyə gəlir ki, danışmaq gümüşsə, susmaq qızıldır mənasında. Variantını götürə bilərsiniz. Belə qeyd edeyim. Yoxlamaq asan olsun sizin üçün. Deməli, bu 17-ci sualdır. Keçək 18-ə. Deyir, Çingiz Aytmadovun Dəniz kənarında qaçan Alabaş əsəri ilə bağlı verilən hansı fikirlərin yeri dəyişirsə cədvəl düzgün olar. Yəni, doğrunun altında yanlışı veriblər, yanlışını doğrunu biz onu dəyişməliyik. Deyir, Dəniz kənarında qaçan Alabaş əsərində Alabaş Kriksin itin adıdır. Xeyr, o itin adı deyil. Buxtanın görünüşüdür sadəcə olaraq. Bir yanlışdır. Əsərdə deyir, ağıl göydən sərişdə uşaqlıqdan çörək gətirməyən oğul nəslə yüktür kimi atalar sözü işlənmişdir. Bəli, aid etmək olar ki, doğrudur. Qayıqda 3 ovçu və 1 oğlan uşağı vardı, düz fikirdir. Baxın, uşaqlar, belə olanda, məsələn, tutaq ki, də seçə bilmirsinizsə, ən asanı necə eləyirsiniz? 2 ilə 3 %100 doğrudur da, onu hər hansı bir xana ilə dəyişəcək deyirsiniz ki, 2 ilə 3 olanlar variantları çıxın. Bir yanlışdır, ya 1 5-dir, ya 1 4-dür. Naiman ana əsərin bəş qəhrəmanıdır. Xeyr, Naiman ana burada deyil. Yanlışın altdan yanlış deyə buna toxunmuruq. Deyir ki, Kriks ömründə birinci dəfə iki peşəkar ovçularla Əslova gedirdi. Bəli, bu doğru fikirdir. Ona görə 1 ilə 5-in yerini dəyişmək lazımdır. Cavab olar A variantı. Əsərdə bəhs edilən Nif Kayaka maral və etlərə qoşulan xizəkli arabadır. Bu da yanlış fikirdir. Deyir, 2025-ci Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hansı ədəblərimizin yubileyinin qeyd edilməsilə bağlı sərəncam imzalanmışdı. Bu, Bəxtiyar Vahabzadə və Seyid Əzim Şirvani ilə bağlıdır. Düzdür, bu sırf ədəbiyyata aid sualdır, amma hər uşağın da biləcəyi bir sual tipi deyil.
Gecə 20 deyir, Dərzi şagirdi Əhməd nağılında Firəng padşahının 3-cü sualı Dərzi şagirdi Əhmədin Şah Abbasdan birinci istəyi nədir? Deməli, Firəng padşahının 3-cü sualı Dərzi şagirdi Əhmədin Şah Abbasdan birinci istəyi. Bu istək nə idi? İstək o idi ki, Firəng padşahı almaların bu ilki bildirgi neçə olduğunu təyin etmək istəyirdi. Əhməd də Pəri xanımın ona verilməsini tələb edirdi. Cavab olar D.